Göyçayda daha bir qəhrəman şəhidin mövlud günü qeyd olunub. Bugün Göyçay rayonunun Ərəbcəbirli kənd qəbirstanlığında Vətən müharibəsinin şəhidi Əhmədov Ayaz Elsonoğlunun cənnətdəki növbəti mövlud günü münasibətilə məzarı önündə anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayonunun şəhid ailələrinin nümayəndələri, Ərəbcəbirli kənd bələdiyyəsi, din xadimləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edən natiqlər şəhid Ayaz Əhmədovun vətən uğrunda göstərdiyi igidlikdən, döyüş meydanında nümayiş etdirdiyi şücaətindən danışıblar. Onun qəhrəmanlıq yolunda gənc nəslə örnək olduğu xüsusi vurğulanıb. Tədbir çərçivəsində məktəblərin ifasında vətənpərvər ruhda kompozisiyalar səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub, məzarın önünə gül dəstələri düzülüb və xatirə şəkilləri çəkdirilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.